Salam əziz izləyicilər. Neçə gün idi hava buludlu idi. Mən də göydaş vurmaq istəyirdim. Bardo da deyirlər, o içinə əhəng qarışmış olur. Gözlədim buludluq keçsin. Niyə ki? Çünki dərmanı vurandan sonra yağış yağdısa heçə endirir də, yuyub aparır. Bugün yaxşı günəşli havadır. Vurdum Allahın köməkliyi ilə. İstəyirdim bir video çəkim. Geniş bir video, o necə dərmanı qarışdırmaq, necə çiləmək, dozaları filanı. Amma həvəsim olmadı. Bilirsiniz niyə? Mən çəkirəm videoları, yerləşdirirəm, baxırsınız. Amma çoxunuz bir reaksiya vermirsiniz. Hətta kimin sualı olursa telefonla zəng eləyir, WhatsAppla zəng eləyir. Təbii ki, mənim marağım da kanalın aktivliyindədir. Orada suallar verilsin, baxış saatı artsın, aktual olsun da kanal. Bunu da indi mən qınamıram da, insanlar onu nəzərə almır. Amma bunu dilə gətirirəm ki, heç olmasa kimlərsə nəzərə alsın ki, mənim marağım o kanala sizin nəsə yazmağınızdır, sual verməyinizdir, baxış saatının çox olmağıdır. O bir həvəs yaradır, stimul yaradır ki, mən yeni videolar çəkim, qoyum. Amma neynəmək olar? Mən də insanım. Həvəsdən düşmüşəm. Biraz dinləyici passivliyi həvəsdən salıbdır. Amma aktivlər də çoxdur, sağ olsunlar, minnətdaram onlara. Bağdır. Əvvəl mən türkəçara dərmanlarla yola vermək istəyirdim ki, ekoloji təmiz olsun məhsulum. Və 3-4 ildən sonra bu qənaətə gəldim ki, ümumiyyətlə mümkün deyil. Yəni xəstəliklər o qədər çoxdur ki, onlarca köbələk xəstəliyi növü var. Həşəratlar var, ziyan verici həşəratlar. Üstəgəl həşəratlarla mübarizə aparan sərçələr idi, onların da kökü kəsilib. Və bir dənə də olsun sərçə yoxdur. Mən bir ayda bir dənə sərçəyə rast gəlməmişəm. Və belə bir təbiətimiz bu cürə hala düşdü, yararsız. İndi bax, bunları vurmuşam. Göydaş vurmuşam, görək üzümlərə axırı nə olacaq. Sağlıq olsun. Siz də vurun. Mən biraz gecikmişəm, yəni bir həftə qabaq vursam daha düzgün olardı. Amma sərin yerlərdə, rayonlarımızda, o dağətəyi rayonlarda nisbətən sərindir, Abşeron isti iqlimdir. Orada vurmağın vaxtıdır. Bardo məhlulu vurun, köbələk xəstəlikləri olmasın. Məhsuldarlıq da artacaq, onda ağaçlarınız da qurumayacaq. Mənim çox sayda ağaçlarım qurudu, ildə 2-si, 3-ü, 4-ü. O köbələk xəstəliyi qurutdu onu. Baxmayaraq ki, mübarizə də aparırdım, darıyırdım, müəyyən dərmanlar vururdum, aptek dərmanları. Düzdür, bir neçəsini qoruya bildim. Amma bir neçəsi də qurudu. Sağ olun, sağlıqla qalın, bağınıza bərəkət. Suallarınızı videonun aşağısında yazın, rəy bölümündə. İnşallah gələn görüşədək.